ki, İran təcili razılaşma bağlamalıdır. Əks halda çox gec olacaq. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranın təcili olaraq razılaşma bağlamalı olduğunu bildirib və ləngimə halında ola biləcək ağır nəticələr barədə xəbərdarlıq edib. O, bu barədə Truth Social-da yazıb. İrandakı ən böyük körpü dağılır və bir daha heç vaxt istifadə olunmayacaq. İrəlidə bundan da çoxu olacaq. İran gec olmadan və böyük ölkəyə çevrilə biləcək dövlətdən heç nə qalmamışkən razılaşma bağlamalıdır, o deyib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Bu hərbi əməliyyat nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.